Sloveniyadayıq, Vitovle kəndində. Sovet İttifaqı qəhrəmanı Azərbaycanlı Mehdi Hüseynzadənin Almanlar tərəfindən vurulduğu kənddəyik. Mehdinin partizanlıq illərində yaşadığı həyətə yaxınlaşıram və onun vurulduğu yeri sizə göstərəcəm indi. Qarşı tərəfdə it var, həyətin qabağında it var. 2 dənə it var açıqda, ora keçmək mümkün deyil. Qonşuların sözlərinə görə Mehdi bax bu gördüyünüz evdə yaşayıb, partizanlıq illərində. Bax bu gördüyünüz evdə. Burada güllə yerlərdə. Deyirsən güllə yerlərdə, amma yox, oxşamır. Buradan dağa cığır var. Bu da yuxarı həyətidir. İndi aparacam sizi Mehdinin vurulduğu yerə. Bəli, Mehdinin yaşadığı bu evdir. Çalışacağım qarşı tərəfdən də çəkim, amma qarşı tərəfdən yəni it imkan vermədi. 2 dəfə yoxladım, getməyə alınmadı. İndi Mehdinin vurulduğu yerə qalxırıq. Videoda düşmür, iyilər düşmür. Burada kəndə aid spesifik iyi gəlir. Yəni peyin iyi, malqara iyi. Bəli, buradan qalxırıq yuxarı. Biraz qabaqda Mehdinin vurulduğu yerdir. Əfsanəvi Mikhailo. Bunlar qonşulardır, onları bizə göstərdilər. Gəldik, göstərdilər. Sağ olun. Bunlar qonşulardır. Bəli, qarşıda Mehdinin vurulduğu yeri görürsünüz. Mikhailo burada vurulub 2 noyabr 1944-cü ildə. Burada Sloveniyanın dilində yazılıb. На том месте уже 2-11-44 затребовал свое живление народный герой Советского Союза Mehdi Hüseynov Mikhailo, diversant in Abserschwaz iz 9-cu korpusdan. 83-cü ilin 3 iyulunda Krayani in Novagorica 2017-ci ilin may ayında Azərbaycan Respublikası tərəfindən nəsə yəqin bu kiçik bir xatirə lövhəsi qoyulub. Bəli, bu Mehdinin belə deyək qəbridir. Uyuduğu yerdir. Burada həmin müharibədən qalan tank gilizləri, böyük qəlpə gilizləri qoyulub. Bəli, döyüşərək burada ölüb Mehdi. Bu da həmin həyətdir. Buradan görünür Mehdinin yaşadığı ev. Əfsanəvi Mikhailo. Vətən uğrunda şəhid olduğu yer. Bir fəxr hissidir. Mən də fəxr edirəm. Gəldim bir Azərbaycanlı kimi. Mənim də bir borcumdur gəlim Mikhailo'nun məzarını ziyarət eləmək. Çoxdan ki arzum idi. Bir dəfə olmuştum Xorvatiyada, o vaxt gələ bilmədim. İndi olduğumuz yerdən təxminən 120 kilometr məsafədir. Pərvin həkimlə gəldik, ziyarət elədik. Sağ olsun, Pərvin həkim də əziyyət çəkdi bütün yolu. Belə.
Allah rəhmət eləsin.